Aparıcı siyasi partiyalar aktual regional və qlobal məsələləri Bakıda müzakirə ediblər. Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının xüsusi toplantısında partiyalar arası əməkdaşlığın vacibliyi vurğulanıb. Sülh və təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılmasından danışılıb. Qitənin 370-dən çox siyasi partiyasının üzv olduğu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Bakıdakı tədbiri təhlükəsizlik və əməkdaşlıq siyasi partiyaların rolu mövzusuna həsr edildi. Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparatın rəhbəri Tahir Budağov, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində mühüm işlərin görüldüyünü dedi. Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin müdürü Ədalət Vəliyev dövlət başçısının konfrans iştirakçılarına ünvanladığı müraciəti oxudu. Məktubda vurğulanır ki, müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri ən aktual məsələlərdəndir. Təşkilatın daimi komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş Xarici İşlər Naziri Chung Eui-Yang Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdırdı. Sonra konfrans dünyada gedən proseslər, xüsusilə müxtəlif bölgələrdə münaqişələr, qarşıdurmalar barədə çıxışlarla davam etdi. Regional sülhün və təhlükəsizliyin bərpasında Azərbaycanın mühüm rol oynadığı diqqətə çatdırıldı. Partiyalar arasında beynəlxalq əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulandı. Rüstəm Mikayılzadə, Zaur Dadaşov, Vəntiqə Fərəcova, ASTV Xəbər.